Salam. Bugün abituriyentlərin imtahanda ən çox səhv etdiyi Python mövzusu üzrə kod yazmağı öyrənirik. Bizə deyilir ki, daxil edilən n natural ədədindən əvvəlki tək ədədi çap edən proqram yazın. İlk öncə n natural ədədini daxil etmək üçün input funksiyasından istifadə edirik. Yazırıq n bərabərdir input. Əgər ədədimiz natural ədəddirsə, mütləq şəkildə inputun qarşısına integer əlavə edirik. Integer daxil edilmiş ədədi tam ədədə çevirir. İndi bizdən istəyir ki, həmin bu n ədədindən əvvəlki tək ədədi çap edək. Tutaq ki, n bərabərdir 5-ə. Bizim üçün hansı ədədi çap etməlidir? 5-dən əvvəlki tək ədəd hansıdır? 3-dür. 3 almaq üçün nə etməliyəm? 5-dən 2 çıxmalıyam. 5 çıx 2 olmalıdır, yəni n-2. Əgər n hər hansısa bir cüt ədəd olsa, misal üçün 8 olsa, 8-dən əvvəlki tək ədəd hansıdır? 7. Bunun üçün nə edirəm? 8-dən 1 çıxıram, yəni n-dən 1 çıxmış oluram. İndi əgər bizim daxil etdiyimiz ədəd tək ədəd olarsa, n-2-ni çapa verməlidir. Daxil etdiyimiz ədəd cüt ədəd olarsa, n-1-i çapa verməlidir. Bunun üçün bir şərt qoyarıq. Əgər n cüt ədəddirsə, yəni 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, onda print deməli, cüt ədəd olanda nə edirdik? n-1-i çapa verirdik. Əks halda, yəni cüt ədəd deyilsə, 0-a bərabər deyilsə qalıq, deməli tək ədəddir. Onda print n-2-ni çapa verməlidir.